Və keçən dərs ərin haqlarına toxunduq. Bugün isə qadının haqları haqqında danışacağıq. Hansı ki, ərin boynundadır bu haqlar və bu haqlar yerinə yetirilməlidir. Və sözsüz ki, qadın evin, ailənin tərbiyəçisidir. Dedi ki, ailə bir gəmidir və qadın da bu gəminin tərbiyəçisidir. Və evin himayədarıdır. Yəni, evi qoruyanıdır, himayə edəndir, qəyyumudur. Və onun da haqları var. Necə ki, kişinin haqları var, qadının da haqları var. Və müsəlman kişi bu haqları yerinə yetirməklə Allaha yaxınlaşır. Bilməlidir ki, bu haqlar Allahın əmridir. Bu haqları yerinə yetirməklə, bu haqları ödəməklə Allah Taala'ya yaxınlaşır. Çünki məsuliyyət daşıyır həmçinin öz həyat yoldaşı üzərində, ailəsi üzərində və Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edib deyib ki, kullukum ra'in və kullukum məsulun ən raiyyəti. Hamınız idarə edənsiniz və hamınız məsuliyyət daşıyırsınız rəiyyətiniz üzərində və sonra buyurur ki, əl-imamu ra'in və məsul ən raiyyəti. İmam, yəni rəhbər, idarə edəndir və məsuliyyət daşıyır rəiyyəti üzərində və buyurur ki, vər-raculu ra'in fi əhlihi və huve məsulun ən raiyyəti. Və kişi də idarə edəndir və məsuliyyət daşıyır ailəsi üzərində. Yəni, ailəsini idarə edəndir və məsuliyyət daşıyır ailəsi üzərində. Ona görə salih kişi bilməlidir ki, zövcəsi üzərində məsuliyyət daşıyır və zövcəsinin haqları var. Hansı ki, o haqları yerinə yetirməlidir və o haqlar da bu məsuliyyətdəndir. Qadına nəsihət etmək, onun haqlarını ödəmək, onun haqlarını yerinə yetirmək, bütün bunlar hamısı məsuliyyətdəndir və həmçinin də təqvadandır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm tövsiyə edib bizə qadınları və tövsiyə edib ki, Allahdan qorxaq qadınlara görə. Buyurub ki, sallallahu aleyhi və səlləm fəttəqullaha fin-nisə. Qadınlara görə Allahdan qorxun. Yəni, onlara görə məsuliyyət daşıyırsınız. Ona görə salih kişi zövcəsinin haqqını yerinə yetirən kişi. Və salih kişi bilir ki, bu haqlar ona vəsiyyət olunub Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Yəni, elə belə insandan yox, bu vəsiyyəti, bu tövsiyəni edən kimdir? Onun nümunə götürdüyü, örnək götürdüyü, onun Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmdir. Hansı ki, buyurub ki, istəvsə bin-nisəi xeyra, qadınlar haqda xeyri tövsiyə edin və ya xeyirlə davranın qadınlar haqda. Qadınlarla xeyirlə davranın. Ona görə salih kişi, mübarək kişi, o kişidir ki, zövcəsinin haqqını yerinə yetirir. Və bilir ki, əmanətdir qadın onun yanında və bu haqlar da əmanətdir. Kim əmanət edib? Allah Taala. Yerlərin və göyün Rəbbi olan Allah Taala əmanət edib ona. Buyurur ki, sallallahu aleyhi və səlləm fəinnəkum əxəttumuhunna bi-əmanətillah. Siz onları Allahın əmanəti ilə götürmüsünüz. Yəni, onları Allahın əmanəti ilə almışsınız. Ona görə də müsəlman kişi, mübarək kişi zövcəsinin haqqını ödəyəndə bilməli ki, heç də bu haqları qarşılıqlıdır deyə ödəmir. Nəyinsə əvəzindədir deyə ödəmir. O, nəsə edib deyə, sən də onun əvəzində nəsə edəsən deyə, belə deyil bu haqlar. Əksinə, bu haqlar məsuliyyətdir və sənin boynunda olan haqlardır, hansı ki, bu haqlara görə cavab verəcəksən aləmlərin Rəbbinin önündə. Ona görə kişilər bu haqları bilməlidirlər. Necə ki, qadınlar haqları bilməlidir kişinin, kişilər də qadınların haqlarını bilməlidirlər və öyrənməlidirlər bu haqları, öyrətməlidirlər övladlarına.